Məhəbbət iksiri 3-cü bölmə 4-cü fəsil. Allah övliyalarının ixlası. Şeyxin təlim-tərbiyə məqamında şagirdlərinə təkid elədiyi əsas məsələlərdən biri ixlas idi. İxlas dedikdə təkcə əqidə və ibadətdə deyil, həm də bütün işlərdə ixlas nəzərdə tutulur. O dəfələrlə təkidlə deyərdi: din elə mənbəlilərin üstündə deyilənlərdir, lakin iki şey çatmır. Biri ixlas, digəri isə Allah Teala ilə dostluq. Bu iki şey mənbərdəki çıxışlara əlavə edilməlidir. Bütün işlər Allah üçün. Cənab Şeyxin ən dəyərli və ibrətamiz sözlərindən biri də budur. Hər şey yaxşıdır, amma gərək Allah üçün olsun. Bəzən özünün tikiş maşınını işarə eləyib buyurardı: bu dəziri çarxını görün, onun kiçikli böyüklü bütün hissələrinin xüsusi markaları vardır. Bunu demək istəyirlər ki, bu maşının ən kiçik hissəsi belə bizim zavodun markasına malik olmalıdır. Mömin insanın da bütün işləri Allah nişanəsinə malik olmalıdır. Şeyxin tərbiyəvi məktəbində dərs alan bir şəxs hər hansı bir işi yerinə yetirməmişdən əvvəl düşünməlidir. Əgər o qanunsuz bir işdirsə, Allaha görə tərk eləməli, qanuna uyğun və nəfsani meyllərə müxalifdirsə, Allah üçün yerinə yetirilməlidir. Əgər qanuni iş olub nəfsin xoşuna gəlsə, əvvəldə öz nəfsani meyllərindən istiğfar eləməli, sonra isə Allah yolunda bu işi görməlidir. Allah üçün ye və Allah üçün yat. Peyğəmbər Əkrəm salavatullah Əbu Zərə buyurdu: ey Əbu Zər, gərək hər bir işdə pak niyyətin olsun, hətta yemək və yatmaqda da. Cənab Şeyx öz şagirdlərinə təkrar təkidlərlə buyurardı: bütün işlər Allah üçün olmalıdır, hətta yemək və yatmaq da. Sonra buyururdu: əgər bu stəkanlardakı çayı Allahın razılığı üçün içsən, sənin qəlbin ilahi nurla nuraniləşər. Amma əgər nəfsin ləzzəti üçün içsən, elə istədiyin şey də olacaq. Ayətullah Məhdəvi Kəni buyurur: təhsilin və tələbəçiliyin əvvəllərində özüm üçün bir paltar almaq istədikdə, mərhum Burhandan kirayəyə götürdüyüm paltarları təhvil vermək istədikdən sonra Şeyx Rəcəbəli adlı bir şəxsin yanına getdim. O vaxtı 14-15 yaşım var idi. Parçanı gətirdim. Onun iş yeri də elə o yaxınlıqdakı otaqda idi. Bir qədər oturduq, gəldi və dedi: yaxşı, indi nə olmaq istəyirsən? Mən dedim: tələbə olmaq istəyirəm. Dedi: tələbə olmaq istəyirsən, yoxsa adam? Mən bir qədər təəccübləndim və fikirləşdim ki, nə üçün ruhani libasında olan bir şəxs bu sözləri demir? Sonra dedi: narahat olma, tələbəlik yaxşıdır. Gərək sənin məqsədin insan olmaq olsun. Sizə bir nəsihət eləyirəm, onu unutmayın. Elə cavan olduğun və günaha batmadığın indiki vaxtda belə ilahi hədəfləri unutma. Hər nə iş görürsənsə, Allah xatirinə gör. Hətta əgər kabab yeyirsənsə, bu məqsədlə ye ki, qüvvətlənib Allaha ibadət eləyəsən. Bu nəsihəti ömrün boyu unutma. Allah üçün tik. Şeyx ayaqqabı tikəni buyurardı: ayaqqabını tikəndə əvvəlcə Allah xatirinə inəni sanc, daha sonra möhkəm tik ki, tez dağılmasın. Dərziyə deyərdi: tikdiyin hər paltarı Allah xatirinə, Allah yad eləməklə möhkəm tik. Allah xatirinə gəl. Şeyxin şagirdlərindən biri onun ixlas barəsindəki tövsiyələrini belə nəql eləyir. Şeyx buyurur: bura, yəni şeyxin evinə gələndə Allah xatirinə gəlin. Əgər mənə xatir gəlirsinizsə, onda uduzmusuz. Onun çox qəribə halı var idi. Cəmaatı özünə yox, Allaha doğru dəvət eləyirdi. Allaha görə öfür. Şeyxin oğlu deyir: Şeyx Əbdülkərim Hamid atamın yaxşı şagirdlərindən biri idi. Bir gün daş kömürlə işləyən ütünü üfürürdü. Atam dedi: Əbdülkərim, ütünü necə? Üfürməyi bilirsənmi? Cavab verdi: xeyr ağa, necə üfürüm? Atam dedi: dodaqlarını qönçə şəklinə sal və Allah xatirinə üfür. Allah xatirinə sev. Şeyxin şagirdlərindən biri deyir: Şeyx xüsusi məclislərdə mənə buyurdu: fikrin filan yerdədir, lakin bu Allaha görə olmalıdır. Bir gün dostlarımdan biri ilə onun huzurunda idi. Dostumun qəlbinə işarə eləyib dedi: burada iki qız ya oğlan görürəm. Bu yaxşıdır, lakin qəlb Allahın yeridir. Övlada məhəbbət də Allah xatirinə olmalıdır. Yenə buyururdu: müqəddəslərin bütün işləri yaxşıdır. Yalnız mənəmliyi Allahla əvəz eləmək lazımdır. Allaha görə öp. Ayətullah Fehri şeyxin ixlas barəsindəki tövsiyələrini belə vəsf eləyirdi. Onun kəlamının əsas məhvəri Allaha görə işləmək idi. Öz kəlamlarında bunu Allaha görə işləyin sözünü o qədər təkrar eləyirdi ki, şagirdləri üçün Allaha görə işləmək bir səciyyəyə, bir mələkə çevrilmişdi. Sanki fil sürən bir adam kimi idilər. Belə ki, filin üzərində oturan şəxs çəkizlə onun başına vurur.
O da öz şagirdlərinin beyninə Allah üçün iş görmək məsələsini yeridirdi. Özündən və başqalarından çoxlu misallar gətirirdi ki, bu xüsusiyyət dinləyicilərdə mələkə səciyyəsi halətinə düşsün. Hər yerdə və hamıya təkid eləyirdi ki, işi Allah üçün görün. Sonra buyururdu, axşam evə gedəndə və arvadını öpəndə də Allah xatirini öp. Şeyxin məktəbində təlim görən şəxslərin mükaşifə və mənəvi məqamları bu göstərişə əməl eləmək sayəsində olmuşdur. Allah üçün nə etmisən? Şeyxin oğlanlarından biri belə deyir. Bir gün atamla Bibi Şəhrəbanu ziyarətgahına getmişdik. Yolda bir Murtazla rastlaşdıq. Atam ona dedi, sənin riyazətlərinin nəticəsi nədir? Murtaz əyilib yerdən bir daş götürüb əlində onu armuda çevirdi və atama təklif eləyib dedi, buyurun, yiyin. Şeyx ona nəzər salıb dedi, bu işi mənim üçün gördün. De görüm, Allah üçün neynəmisən? Murtaz bu sözü eşitdikdə ağlamağa başladı. Vay olsun mənə, vay olsun mənə. Şeyxin huzurundan 30 il müddətdən bəhrələnən şagirdlərindən biri deyir ki, Şeyx mənə buyurdu, İranın böyük şəhərlərindən birində yaşamış məna əhlindən olan alimlərdən birini bərzəx aləmində gördüm. O daim təəssüflənir və dizlərinə vuraraq deyirdi, vay olsun mənə, gəldim, amma özümlə heç bir xalis əməl gətirmədim. Ondan soruşdum ki, nə üçün belə eləyirsən? Cavab verdi, sağlığımda bir gün kəsib ticarətlə məşğul olan məna əhlindən biri ilə rastlaşdım. O mənim batini xüsusiyyətlərimdən bəzilərini özümə xatırlatdı. Ondan ayrıldıqdan sonra qərara gəldim ki, riyazətlə məşğul olub o şəxs kimi bərzəx gözümü açım və qeybi mükaşifələrə və müşahidələrə əl tapım. 30 il müddətində riyaziyyət çəkdim və bu işə nail oldum. Bu zaman əcəlim gəlib çatdı. İndi mənə deyirlər, məna əhlindən olan o şəxsi gördüyüm vaxta qədər həvai nəfsin əlində giriftar idin. Ondan sonra da təqribən ömrünün 30 ilini mükaşifə və bərzəx halətlərini görməyə sərf eləmisən. İndi də görək, bizim üçün gətirdiyin xalis əməl hansıdır? Allah xatirinə yaxşı olmaq. Böyük irfan və əxlaq ustadlarından və müasir alimlərdən biri buyururdu ki, Cənab Şeyx Rəcəvəlidən özüm barəsində necə olduğumu soruşdum. O cavab verdi, Cənab Şeyx, ürəyin yaxşı olmağı istəyir, amma özün üçün. Çalış yaxşı olmağı Allaha görə istə. Əziz oxucular, gördüyünüz kimi Cənab Şeyx ilahi bəsirətlə, tövhidlə şirkin çox incə sərhədlərini ayırd eləyir və cəmaata xəbərdarlıq verir. Bəli, bu çox incə sərhədlər olub, tükdən də nazidir. Bundan başqa yolla tövhidin həqiqətinə, cənnətinə nail olmaq qeyri-mümkündür. Allaha görə ziyarətə get. Şeyxin şagirdlərindən biri deyir, bir gün şeyxə ərz elədim ki, icazə versəz birlikdə İmam Rıza əleyhissalamın ziyarətinə gedək. Buyurdu, icazəm öz əlimdə deyil. Əvvəlcə bu mətləb mənim üçün bir qədər ağır gəldi və fikirləşdim ki, necə yəni icazəm öz əlimdə deyil deyə cavabını versin. Nəhayət bir müddət keçdikdən sonra başa düşdüm ki, bu Allah bəndəsinin haqqın iradəsindən başqa özünün heç bir rəyi yoxdur. İşlərinin hamısı Allahın razılığına və icazəsinə bağlıdır. Bir müddətdən sonra ixlas və mübarək vücudun imamlıq ziyarəti haqqında söz düşdükdə buyurdu, əgər biz Allaha görə ziyarətə getsək və Allahın razılığından başqa heç bir şey nəzərə almasaq, Həzrət bizi tam başqa bir cür qəbul eləyəcəkdir. Səfərlərimin birində Allahın razılığından başqa heç bir şey nəzərdə tutmamışdım. İmam Rıza əleyhissalam mənə elə mərhəmət göstərdi ki, məhəbbətinin çoxluğundan valih oldum. Əgər bu məhəbbətin zahiri görünüşü də olsaydı, sizin üçün deyərdim. Lakin bu məhəbbəti eyni ilə olduğu kimi dərk eləmək istəsən, gərək özün nəfsini saflaşdırıb, əməllərini xalis eləyəsən ki, mənim nə gördüklərimi biləsən. İxlasın təsirləri. Şeyxin kəlamının məğzi bundan ibarət idi. Hər kəs Allah üçün olarsa, Allah da onun üçün olar. Hər kəs tam mənada Allah üçün işləsə, Allah da onun üçün olacaqdır. Yenə buyurur, sən Allah üçün ol, Allah və mələklər də sənin üçün olarlar. Bəzən belə deyirdi, əgər insan ona ixlasa əməl eləməyə müvəffəq olmasa da, onun barəsində söhbət eləmək şəxsin ruhiyyəsində gözəl təsirlər buraxır. İlahi hidayət. Şeyx xüsusi ilahi hidayətdən bəhrələnməyi ixlasın mühüm bərəkətlərindən biri kimi hesab eləyirdi və bu etiqadda da aşağıdakı ayəyə istinad eləyirdi. Bizim yolumuzda çalışanları hökmən öz yolumuza hidayət eləyərik. Ənkəbut surəsi, ayə 69. Mətləbin bəyanında belə buyurulur, əgər sən Allah üçün qiyam eləsən, bütün xilqət aləmi sənə yol göstərəcəkdir.
Çünki onların kamala yetməsi səndə fani olmalarındandır. Onlar da fitrətlərində olanları təhvil vermək istəyirlər ki, həqiqi kamala nail olsunlar. Əgər insan Allah üçün iş görsə, bütün vücud aləmi onun yolu üzərində səhvə düzülər ki, özlərində olanı həmin şəxsə təqdim eləyib ona yol göstərsinlər. Şeyx həqiqətdə xüsusi tərbiyədən başqa sözlə xüsusi ilahi hidayətdən bəhrələnmək üçün ixlasın ən yüksək mərhələsinə çatmağı zəruri bilir və buyururdu ki, insanın öz səy və fəaliyyətlərində Allahın razılığından başqa heç bir hədəfi olmamalı, hətta öz kamalını da nəzərdə tutmamalıdır. Bu barədə buyururdu, nə qədər ki, insan öz kamalını nəzərdə tutur, həqiqətə nail ola bilməz. İnsanın qabiliyyəti və istedadları Allaha çatmaq yolunda istifadə olunmalıdır. Məhz bu halda mütəal Allah insanı özü üçün tərbiyə eləyər. Əməldə ilahi rəng. Cənab Şeyx təkid eləyib buyururdu, Allahı tanıdığın zaman görəcəyin hər iş xaliscəsinə və aşiqcəsinə olmalıdır. Hətta öz kəmalını da belə nəzərə alma. Nəfs çox hiləgər və mürəkkəbdir. İnsandan heç vaxt əl çəkməz. O hər vasitə ilə olursa olsun insanın niyyətinə dəxalət etmək istəyir. İnsan nə qədər ki özünü istəyir və özünə diqqət yetirir, onun işləri həvai nəfs üzündəndir və əməllərində ilahi rəng yoxdur. Lakin əgər xudbinliyi və özünü istəməyi bir tərəfə qoyub Allahı istəsə, onun işləri ilahi rəngdə olur, əməlləri ilahi rəngə boyanır. Onun da bir nişanəsi vardır ki, İmam Səccad əleyhissalam belə buyurur və ma ətyəbə təmə hubbikə, Pərverdigara, sənin məhəbbətinin dadı necə də gözəldir. Şeytana qələbə çalmaq. Allah üçün görülən işlərin bərəkətlərindən biri də şeytana qələbə çalmaqdır. Şeyx bu barədə belə buyururdu, hər kəs Allah üçün bir iş görmək istəsə, onun nəfsi 75 ləşkərlə, şeytan isə öz qoşunları ilə onu aradan aparmaq üçün hərəkətə gəlirlər. Əqlin də 75 ləşkəri vardır. O, Allahın müxlis bəndəsinin məğlub olmasına yol verməz. Əgər Allahdan başqasına meyli olmazsa, nəfs və şeytanın sənə gücü çatmaz və hər ikisi sənin qarşında məğlub olar. Hər nəfəs çəkməkdə bir imtahan vardır. Bax gör bu ilahi məqsədlə başlanır, yoxsa şeytani məqsədlərlə də qarışıqdır. Qəlb gözünün açılması. Cənab Şeyx inanırdı ki, insan nə qədər ki Allahdan başqasına diqqət yetirib və ondan başqasını istəyir, həqiqətdə müşrikdir və onun qəlbi şirk çirkabına bulaşmışdır. Bu barədə aşağıdakı ayəyə istinad eləyirdi. İnnəməl müşrikunə nəcəsun. Həqiqətən müşriklər nəcisdir. Tövbə surəsi 28-ci ayə. Şirkin toz torpağı qəlbin güzgüsündən təmizlənməyincə insan varlığının həqiqətləri ilə tanış ola bilməz. Bu barədə Şeyx buyururdu, nə qədər ki insanın diqqəti Allahdan başqasındadır, varlığın həqiqətlərindən məhrumdur və xilqətin batinindən agah deyildir. Amma əgər insan xalis olsa, şirk toz torpağı onun qəlbindən silinəcək və yaradılışın sirləri ilə tanış olacaqdır. Şeyx bu barədə buyururdu, əgər bir kəs Allah üçün iş görərsə, onun qəlbinin gözü açılar. Əgər qəlbinizi başqa şeylərdən qorusaz, onda başqa bir şeyə yer verməsəz, başqalarının görmədiyini görəcək, başqalarının eşitmədiyini eşidəcəksiniz. Maddi və mənəvi bərəkətlər. Qurani Kərim aşkar şəkildə buyurur ki, əgər bir şəxs dünya əhli olsa belə, bilməlidir ki, Allaha itaət eləmək onun dünyasını azaltmayacaqdır. Əksinə, Allaha itaət eləmək dünya həyatından başqa pak-pakizə axirət həyatına da səbəb olacaqdır. Hər kəs dünyavi savabı istəsə, bilməlidir ki, həm dünya, həm də axirət savabı Allahın yanındadır. Başqa sözlə desək, mütəal Allah hər şeydir. Hər kəsin Allahı varsa, deməli hər şeyi vardır. Şeyxin müridlərindən biri belə deyir. Şeyx məndən soruşdu, nə işdən məşğulsan? Dedim, dülgərəm. Buyurdu, bu çəkici ki, mıxa vurursan, Allahı yad eləməklə vurursan, yoxsa pul xatirinə? Əgər pulun xatirinə vurursansa, sənə təkcə pulu verəcəklər. Amma əgər Allah xatirinə vursan, həm pulu verəcəklər, həm də Allaha qovuşacaqsan. Allah xatirinə dərs verirdim. Şeyxin şagirdlərindən biri onun dilindən belə nəql eləyir. Mərhum Ayətullah Bürücerdinin cənazəsinin dəfn mərasimində çoxlu adam iştirak eləyirdi və onu çox əzəmətlə dəfn elədilər. Bərzəx aləmində ondan soruşdum ki, necə oldu ki, bu qədər əzəmətlə yad edildiniz? Buyurdu, bütün tələbələrə Allaha xatir dərs verirdim. Allah bizim işimizi düzəltdi. Şeyxin müridlərindən biri ondan nəql eləyərək belə deyir.
Oğlumun adı əskərə xidmətə çağırılanlar içərisində idi. Onun işinin ardınca getmək istəyirdim ki, bir qadınla bir kişi öz ixtilafını həll eləmək üçün mənim yanıma gəldilər. Mən onların çətinliklərini həll eləyib barışıq yaratmaq üçün qaldım. Günortadan sonra oğlum gəlib dedi: "Poligonun yanına çatanda şiddətli baş ağrısına düçar oldum. Başım şişdi. Həkim məni müayinə elədikdən sonra əskəri vəzifədən azad elədi. Poligondan çölə çıxan kimi sanki o şiş yox imiş kimi bir əsər əlamət qalmadı." Şeyx axırda əlavə elədi ki, biz getdik cəmaatın işini düzəldək, Allah da bizim işimizi düzəltdi.